Mərhum xalq artisti İlhamə Quliyevanın bacısı qızından yarım milyonluq dələduzluq, bax, ölkə mətbuatında belə bir xəbər yayılıb, qeyd olunur ki, xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova bir sıra vətəndaşlardan küllü miqdarda pul və qızıl zinət əşyalarını mənimsəyərək dələduzluq eləyib. Bakıda kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənova bir neçə vətəndaşın etibarını qazanaraq onların küllü miqdarda pul, qızıl zinət əşyalarını alıb və geri qaytarmayıb. Məlumata əsasən Nigar Həsənova götürdüyü pul vəsaitlərinin və zinət əşyalarının bir hissəsini borclarını ödəməyə xərcləyib, digər hissəsini isə lambarda qoyub. İddialara görə o, Pakizə Əliyev adlı vətəndaşdan 146.290 manat pul vəsaiti və 700 qram qızıl, Lalə Rüstəmova adlı vətəndaşdan 650 qram qızıl, həmçinin İlqar Əliyevdən 50.000 manat pul alaraq geri qaytarmayıb. Bundan başqa Nigar Həsənovanın daha bir sıra şəxslərə qarşı dələduzluq etdiyi, küllü miqdarda pul və zinət əşyaları mənimsədiyi bildirilir. Hazırda bununla bağlı polis orqanlarında araşdırma aparıldığı qeyd edilib. Adı çəkilən Nigar Həsənova ilə əlaqə saxlamağa çalışıb Manşetas saytının əməkdaşı, amma o heç bir cavab vermədən telefonu söndürüb. Qeyd edək ki, Nigar Həsənova Azərbaycanın xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızıdır. Ümumiyyətlə, baxın, son vaxtlar görün, böyük məbləğlərdə dələduzluq faktlarının sayı çoxalıb. Demək ki, bir insanın çox pulunun olmağı hələ heç də onun tam ağıllı olmağı, belə deyək, anlamına gələ bilmir. Yəni, belə qısa desək, yəni, belə deyək də, Allah bir adama pul verib, amma ki, yəni, tam hələ o deyil də, yəni, o ağlın yiyəsi deyil. Sən necə ola bilər ki, 150.000, 50.000, nə bilim, 700 qram qızılı bir adama etibar edərsən, özdəki, belə deyim də, yəni, ən azından bu adam bu boyda adamı atıbsa, bunun bir davranışlarında bir qəribəlik olmalıdır və s. və ilaxır.